Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası Lazio Baku Kapital Baku Abşeron derbisini sizlərə təqdim edirik. İlk növbədə istərdik ki, hər iki komanda bugün gözəl futbolla yadda qalsın. Hansısa komandanın qələbə qazanmasının heç bir önəmi yoxdur. Əsas məqsəd uşaq futbolunun inkişafıdır. Hörmətli tamaşaçılar, komandaların heyətlərini sizə təqdim etmək istərdim. İlk növbədə bizlərə qonaq komanda Kapital Baku göstərilib. Qapıda 31 nömrə İdris Tahirli, 6 Uğur Hüseynzadə, 7 Rihat Abbasov, 8 Murad Hüseynli, 18 Yusuf Rəhmanlı, 20 Ayxan Şabanov, 21 İsmail Əliyev. Digər oyuncular 3 Akşin Əliyev, 9 İlyas Eminov, 10 Emil Əsədli, 11 Daniel Mehdiyev'indi. Qapıya zərbə və top qapıdadır. Kapital Baku görüşün birinci dəqiqəsində hesabı açır. Komandanın 21 nömrəli futbolçu İsmail Əliyev. Mən hələ heyətlər isə təqdim etməmişdim. Gol vurulur. Dərhal keçid alaq 14 Ömər Şafaqətli, 15 Rinat Nurlu, 17 İmran Eminov, 19 Cihan Rəhimli, 16 Aydın Əliyev. Komandanın baş məşqçisi UEFA lisenziyalı məşqçi Tural Hüseynovdur. Lazio'da qapıda 94 nömrə Murad Qasımov, 3 kapitan Murad Mərdanlı, 5 Emil Əhmədov, 7 Timur Mirzeyev, 8 Şamil Dadaşov, 10 Əli Əliyev, 17 Yusuf Şamilov, 6 Baqi Məmmədli. Qaşırma zərbi ola bilərdi. 11 Matvey Kiselev, 4 Əkbər Əsədov, 14 Əhməd Əliyev. Komandanın baş məşqçisi Nağı Əliyevdir. Top outdan meydana tərk edir Kapital Baku. Yusuf başlayır və qapıcı İdris. Komandanın 31 nömrəli qalkiperi və dərhalda komanda yoldaşları irəliyə səsləyir. İləriyə doğru ötürmə İsmail istiqamətini edilmiş bir ötürməkdir, lakin ötürmə bir qədər bərk edilmişdir. Küncdən zərbə ilə Kapital Baku topu oyuna daxil edəcək. Uğur Hüseynzadə topun gerisindədir. Komandanın 6 nömrəli oyuncusu eyni zamanda komandanın kapitanıdır. Hakim artıq icazə verir içəriyə doğru ötürmə. Başla qapıya zərbə. Kapital Baku ikinci qolu vurur. Yusuf Rəhmanlı sözün hər iki mənasında baş işlədir. UEFA lisenziyalı məşqçi Tural Hüseynov ekranlara gəlir. Uğur Hüseynzadə cərmə zərbəsindən topu oyuna daxil edir. Qapı istiqamətinə zərbə, top qapının yanından keçir. Outdan Muhammed kapitan out atışını yerinə yetirir. Yusuf yenidən Muhammed. Allahca hərəkətlər bir dəqiqəni keçisi qarşısına qurva, qapıya zərbəsi İdris. Yaxşı oynuyor. Küncdən zərbə. Görüşü izləyənlər arasında Azərbaycan Respublikasının əməkdar məşqçisi Elnur Zeynalov da var. Eyni zamanda Rövşən Babayevi də oyunu izləyənlər arasında görürük. Cərmə zərbəsindən Uğur Hüseynzadə top oyuna daxil edir. Bu dəfə canlı səthi dəyən top oyuna qayıdır və əllə oyun deyərlər. Hakimin diqqətindən yayınmır. Nihat Usubzadə gənc hakimdir. Epsota daha yaxın indi Kapital Baku komandası daha bir qol vurmağa çalışacaq. Görək zərbəni kim yerinə yetirəcək. 8 nömrə Murad Hüseynli sol ayağı ilə qapıya zərbə indirməyə çalışacaq. Hakim isə Nihat qapçıya xəttdən önə keçməməsini bildirir. Murad 8 nömrəli oyuncu. Elə iki Muradın, iki adaşın duelinin şahidi olacaq. Murad topa yaxınlaşır və topu qapının üstündən vurur. Muhammed komandanın 3 nömrəli oyuncusu irəliyə doğru ötürmə. İndi qapıcı az qala. Hər şey burada Kapital Baku üçün yaxşı qurtarır. Yusuf. Yox, Muhammed. Məhz komandanın baş məşqçisi bildirir ki, Muhammed topu oyuna daxil etsin.
Komanda yoldaşını irəliyə, səsli içəriyə doğru, amma burada topa toxunmaq mümkün olmadı. Muhammeddən irəliyə daha bir ötürmək izləyirik. Bu da qədər də Lazio Bakıya bir gol lazımdır. Murad və Muhammed qarşıda daha bir zərbə, yaxın məsafədən Murad Qasımov. Aydının fərqlənməsinə imkan vermədi bu epizodda. İdris Sahilli irəliyə doğru ötürmə uğur qarşılayır. Yusif. Rihat. Emil ona qarşı oynuyordu. Qapçı Murad Qasımov. Topu komandası üçün qazanır. İrəliyə oynuyor. Yoxdur, qayda pozulmadı. Əli Əliyev yaxşı keçmişdi rəqibi. Rihat Abbasov 7 nömrəli oyuncu solda oynayır. Qapısı daha bir zərbə qapçı. Yaxşı oynayır və təkrar zərbə. Qolla nəticələnir. Murad Hüseynli az öncə penaltidən fərqlənə bilmədi. Bu dəfə isə ikinci cəhətdə olsa da topu Lazio'nun qapısından keçirməyi bacardı. Mərdanlı cəlmə zərbəsini yerinə yetirməlidir. Bir də qədər də Lazio qol lazım. Çəriyə qapıya zərbə İdris. Əlcəklərini işə salır. Daha bir ikinci zərbəsi. Muhammed topu oyuna daxil etməyə hazırdır. Fiziki cəhətdən çox güclü oyuncularımızdan biridir. Muhammeddən içəriyə doğru ötürməyə, qapıya zərbə və qol. Nəhayət Lazio buraxılan qollardan bir nəvədirin çıxır Yusif Kamilov. Topu başla qapıdan keçirir. Yusifin qoldan cavab verdi bu qolla. Uğur orta! Uğur orta! Outdan Emil Əhmədov topu oyuna daxil etməyə hazırlaşır. Dala çəkir. İrəliyə Timur istiqamətlə edilmiş bir ötürməkdir. Hakim ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Lazio Baku, Kapital Baku görüşünün ikinci hissəsi. Başladı, hər iki komandaya bir daha uğurlar arzu edirik. İlk hissədə qapılara 4 gol vuruldu. Kapital Baku'nun üstünlüyü davam edir. Murad Qasımov. İlk növbədə xatırladım ki, hesabın heç bir önəmi yoxdur. Əsas məqsəd uşaqların futbolun sirlərinə yiyələnməsidir. Murad Qasımov topu irəli vurur. Bilirsiniz ki, mövsümün ikinci yarısından etibarən uşaq liqalarında bir sıra dəyişiklik oldu. Mərdanlı top oyuna daxil etdi. Yenidən out atışını bu dəfə də Muhammed Mərdanlı yerinə yetirəcək. Meydanın istənilən nöqtəsində biz Muhammedi görə bilərik. İləliyə doğru ötürmə. Yusifə qarşı. Yusif də bugünkü oyunun fəallarından biridir. Yusifdən yaxşı sürət yığdı Yusif. Fərəki top bitirmək fikrində deyil. Muradla oynuyor. Murad topu saxladı. Yaxın küncə dəqiq zərbə indirir. Daha bir gol vurur Murad Hüseynli. Yusif Rəhmanlının burada keçidini, əzmkarlığını xüsusilə qeyd etmək lazımdır. Lazio'lular mərkəzə dəvət olunur. İrəliyə doğru ötürmə. Ayxan qarşılayır. Əkbər cərmə zərbəsini Timur Mirzəyev yerinə yetirəcək. Ondan daha yaxşı oyun görmək istəyirik. Ötən turların birində qapı istiqamətindən zərbə, top qapının üstündən keçir. Tabanı ilə bir gözəl gol vurmuşdu. Çox istərdik ki, bu cür qolların davamı gəlsin. Sərbə ilə Lazio'lar başlayıb. Muhammed Başa Timurdan irəliyə doğru ötürmə, qapıya zərbə. Daha bir gol vurulur. Bu dəfə də Yusif Şamilov. Topu Kapital Baku'nun qapısından keçirir.
hesab arasındakı fərq indi əla bir ötürməkdir. Gəlin Kapital Bakunun bu hücumu izlə. Daha bir zərbə top qapıdadır. 3-cü qolunu vurur Yusif Rəhmanlı. Bu dəfə də məhsuldar ötürmə Yusifdən gəlir. 8 nömrəli oyuncu daha bir qolla yadda qaldı. Bilirsiniz ki, fərq 3 top olarkən rəqib komanda artıq bir oyuncu artıq meydançada oynaya bilər. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Düşünürəm ki, bu oyunda vurulan ən gözəl qol məhz elə Yusif Rəhmanlının qoludur. Timur hərəkət topladı, mərkəzə çəkir. Timur qapıya zərbə indirmək. Lazımdır, zərbəsi direkdən dönür. Qol olsaydı çox gözəl qol izləyə bilərdik. Heyif ki, top direkdən meydanı tərk etdi. Riyad Uğur və Laçiyollar daha bir qol vurmağa cəhd edirlər və nəhayət top qapıdadır. Əli Əliyev Laçiyonun növbəti qolunu vurur. Bugün Judo Federasiyasının təlim məşq toplanışında qol yağışıdır. Hər iki komanda yaxşı oynayır. Abşeron derbisi, Muhammed qapıya zərbə. Nələr baş verir? Bu dəfə də top qapı dirəyindən qayıdır. Düz oyna, top oyna. Bizlərdir ya. Şrankadan git. Həm Muhammedin dirəyi, həm də ki Timur Mirzəyevin dirəkləri qolla nəticələnməli idi. Timur onun qarşısı kəsilir. Uğur Hüseynzadə rəliyə doğru ötürmə, motivə yanma, topa toxunuş. Etmir Qasımov. Qasımovdan rəliyə. Burada kim var? İdris topu yox. Dirəkdən meydanı tərk edir. İdman xoşbəxtliyi bu dəqiqələrə qədər 3 dəfə Kapital Bakunun köməyinə çatıb. Timur qapıya daha bir zərbə. Bu dəfə də təhlükəli zərbə ilə yadda qalır. Uğur Hüseynzadə. Uğurdan çədiyə doğru ötürmə. Yox, qapıya zərbə indirilir, amma o qədər də təhlükəli olmadı. Cihan ileri gönder topu. Ayhan Qapçı Murad Qasımov İleriye Muhammed qarşıladı. Uğur ilə oynuyor. Yusif qapıya zərbə, dirəkdən qayıtdı. Daha bir zərbə, sanki bütün əsəbini topdan çıxarır. Yusif Rəhmanlı çox qüvvətli zərbə indir və Arda Gülər sayağı qol sevinci ilə bu qolu bayram edir. Bugün Yusif Rəhmanlının bugünkü oyunda 2 qolu və 2 məhsuldar ötürməsi var. Çox gözəl formadadır. Muradın 3 qolu və qaçılmış bir penaltisi var idi. Şamil ötürməsi, daha bir zərbə, bu dəfə də dirək. Timur Mirzəyev. Ne oldu? Onun növbəti zərbəsi direkdən qayıdır. Yusuf buraya. Gel götür gel. Bak şu kaldı, bak şu kaldı. Allah git. Daha bir Kapital Baku hücum izləyə bilər. Yusifin qarşısı kəsildi. Ayxan qarşıladı. Biraz tez oyna. Uğur. Qarışıq bir vəziyyət yaranmışdı. Muhammed Mərdanlı. Koyma zərbiyə. Qapıya daha bir zərbə, top qapının yanından keçir. Hakim isə görüşü bitirdi. Hörmətli futbol azarkeşləri hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Lazio'da kapitan Muhammed Mərdanlı, oyunun ulduzu isə Kapital Bakunun 18 nömrəli futbolçusu Yusif Rəhmanlıdır. Bugünkü oyunda onun 2 qolu və 2 məhsuldar ötürməsi oldu. Beləliklə Yusif Rəhmanlı Gol TV'nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin etdi. Həmin turnir aprel ayında, mart ayının qaliblərlə keçiriləcək. Bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun, gələn görüşlərə dək.